Ballı tort hazırlayıram. Burada 3 adet yumurta var. Stəkan yarım da şeker tozu. 200 qramlıq xırda stəkandan bir. Deyirsiniz qazanda niye karıştırırsınız? Yani para koyacağım. Kaprınlayanda əriyər birdən ehtiyat edirəm. Koyacağım indi bunu parda ərisin. Bu sefer qazana su dökmüşəm, koymuşam bunu da parın üstüne. Dostlar, hardasa bir armud stəkanın belə yarısı qədər olar. Duru yağ əlavə edirəm. Dostlar, bir çay kaşığı, bakın çayını sodadı. Biraz da sirkədir. Fərq etməz hansı sirkədən olsa. Yani bunu da burada söndürürük. Dostlar, çayını sodayla da sirkəni karıştırdım. Əlavə edelim üzerine. Dostlar, burada da 2 xörək kaşığı baldı, yarım çay kaşığı çayını sodadı. İndi bunu bir yerdə pişireceğim. Bakın dostlar, rengi çönecek, karamel rengi olacak. Bakın dostlar. Bak, bu rengini çökeceğim yan içerisine. Bakın dostlar, tökdüm buraya. Şimdi götürüp onun əlavə edeceğim. Hazırdır. Şimdi buraya 4 stəkan un əlavə edeceğim. İsti. Üçün əlavə elədim. İndi nə qədər getsə deyəcəm. 3 stəkan əlavə elədim. Biraz yumuşaqdır. Yarım stəkan da əlavə eləyirəm. Demək dostlar, bax bu cürə alındı. İndi qoyacağım biraz soysun. 3 stəkan yarım un getdi. 6 dənə kündə çıxdı. İndi bunları yayıb bir pişirəcəm. Listinin arxa hissəsinə azca un səpdim. Korju yaydım, koydum. İndi bir neçə yerdən də çəngəllə belə deşləkləyirəm ki, şişməsin. Zavarına kremlə eləyirəm mən. Kim istəsə, yəni qaymaq alıb, qaymaqla skuşonu ilə qarışdırıb da eləyirlər. Burada 2 stəkan şeker tozudur, 2 stəkan yarım süddür, 1 paçka vanilindir, 6 bax belə dolu stəkan da undur. 2, 3, 4, 5, 6, öz dediyimə də özümü gülməyəm tutdu. 6 qaşıq undu. Un əvəzinə qaşıq əvəzinə stəkan dedim, üzrü sayın. Koyacağım gazda pişsin. Dostlar, elinizi saklamadan eləyin ki,
topaç daşımasın. Yəni özünüz də görürsüz. Yəni mən bunu elə burca bundan çalmışam. Vəssalam yəni. Heç nə ehtiyac yoxdur. Mən eləyən kimi eləyim. Sadəcə əlinizi boşlamayın. Dostlar pişirdim. Zaverni hazırdır. Bunun üzerine hardasa 200 gram belə yağ əlavə edirəm. Silivişli yağ. Yağı da əritdim. İçində qarışdırdım. Çünki ilıq idi də. Soyuq değildi. Yəni çox qəşəng belə bir krem alındı. İnşallah soysun. Yığacam tortu. Tortum hazırdı, yığdım. Üstüne bir balaca ilacı korj var idi. Yanlarından çıxan onlardan səpdim. Yəni kənarlarını düzəltmədim. Çünki ev üçün hazırlayıram. Siz də hazırlayın, nuş eləyin.